Hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan şəhərin mərkəzi, bax mərkəzi Heydər Parkının aşağısında 3 otaqlı, kürsülü, geniş otaqlara malik bir həyət ev çəkib təqdim edirəm. 119 nömrəli avtobusla evin məsafəsi nə qədərdir? 20 metr. Kürsülü 3 otaq, qoşadaş, təmiri yaxşıdır. Sadəcə uzun bir müddət yaşayış olmadığı üçün biraz toz, torpaq da bu vəziyyətdədir. Amma otaqların genişliyi əladır. Yer əla bir yerdir. 1 nömrəli məktəbə yaxındır. Yer çox super bir yerdir. Bax, bir yataq otağı, yataq otağının genişliyi əladır. Evin giriş hissəsi. Burada sağ tərəfdə mətbəx, dörd bir tərəfi qoşadaşdır. Sənəd bələdiyyə sənədidir. Su, qaz, işıq alıcının adına keçirilir. İsitmə sistemi kombidir, kombin aparatı, radiatorları var. Sadəcə işıq yanmadığı üçün, yəni ümumi evdə işıq yanır. Sadəcə burada lampoçka xarab olduğu üçün qaranlıqdır. Bir də qonaq otağının genişliyinə bax. İri bir qonaq otağı, yataq otaqlarının genişliyi super. 3 otaq, 2 yataq otağı, 1 qonaq otağı, 1 mətbəxdən ibarətdir. Ümumi satış qiyməti 80.000 manatdır. Yer əla yerdir, super bir yerdir. Xırdalanın tam mərkəzidir. Evə də baxmaq istəsəniz aşağıda bizim nömrəmiz var. Zəng edib məlumat alıb gəlib baxa bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.